Salam dostlar, necəsiz? Çoxdan da video çəkmirəm. Baxın, bizim pişiklər artıq böyüyüb. Biri də oradadır. Hə, yemək verəcəm, gözləyin. Ayağımın altına girməyin. Baxın, bu 3 müşketiyordu. 3 qardaş. 3 rəngdə olanları. Bunları aparacağım. Nə bilim, başqa bir yerə atam. Kim istəyirsə ona verəm, biraz böyüsünlər. Amma bu balacanı özüm üçün saxlayacağım. Bu minnozumu. Ay, çoxdandır niyə video çəkmirəm, niyə? Çünki əslində çox iş görürəm buralarda, çox işim var. Yaza hazırlıqlar, güllərimi toparlamağa çalışıram. Bir imkan verin, mən keçim də. Heç halım olmur video çəkməyə. Baxın, quru çayı da bu boş torpağa atıram ki, sonra buradan gübrə əvəz olsun o da. Dostlar, görürsünüz də burada nə qədər işlərim var mənim. Baxın, hər gün işləyirəm, güllərimi toparlayıram. Qışdan ölən gülləri bir-bir seçirəm. Yaxşılarını əkməyə çalışacağam, daha gözəl güllər almağa çalışacağam. Güllərimin çoxu öldü demək olar ki, amma yəni heç sevmədiyim güllər idi. Buralarda işim çoxdur, çox işlərim var. Baxın, dəyişikliklər eləmişəm biraz. Hələ işlərim var. Çiyələkləri alıb əkmişəm. Bax, ona görə bu pişikləri mən aparıb atmaq istəyirəm. Baba, görürsünüzmü? Baba, keçiblər bura. Mən özüm belə keçə bilmirəm. Bax, buranı pisləyiblər. Bura toxum əkmişəm. Ay, pişiklər, bura keçməyin. O günlər hirsləndim, apardım, attım çölə, darvazadan çölə. İnanırsınız? Gəlib darvazanın yanında durub, elə hey çağırırdılar. Az qapını girək içəri. Girirlər, bax, hələ eşirlər, mən də istəmirəm. Öncədə bax, bulardı da bular. Bunları mən aparıb, qonşu da onsuz da istəyirdi. Aparıb atacağım qonşunun həyətinə. Amma dediyim kimi, gəlib qapının yanında çığırırdılar. Mən də aparmadım da, açdım qapını, girdilər içəri. Girib toxumlarımın içine girməyin, ha, eşitdiniz məni? Girib güllərimi əzirsiniz, axı, olmaz, balaca güllərim var. Ona bax, o keçib ora pis kakış eləyibdir, ona bax, gülün düz dibinə. Of, bu pişiklərdən canım qutarmadı mənim. Bu pişikləri qışdan saxladım, bilirsiniz də, bunlar üçün nə qədər işıq belə yandırmışam. Hələ qədər borc yazıb, işıq borca girib. Yəni, dostlar, işlərim çoxdur həyətdə. Baxın, güllərimi yığdım çölə. Martın əvvəlləri çox gözəl idi havalar. İşlərimi görməyə başlayırdım. Sonra havalar soyudu yenidən. İşlərim də yandı. Axırda hər şeyin tam olmuş halını çəkəcəkdim sizə. O da yenə video çəkmək istədim. Baxdım ki, qoy çəkim video. Baxın, güllərim yenidən hamısına yağış suyu vermişəm, gübrəli sular vermişəm. Baxın, necə bol-bol tumurcuqlar var. Buradan görünürmü? Bol-bol tumurcuqları var üstlərində. Mənim gözəllərimi. Buranı çox sevir bu güllər. Burada çox gözəl inkişaf edirlər. Hətta şaxtadan belə qorudu bu hissə. Baxın, bunun rəngilər necə gözəldir, necə gözəldir. Bunun tumurcuğu hələ yoxdur, amma gələcək. Gələcək. Bu gülüm də çox gözəl bir güldür. Bunda tumurcuğu gələcək. Varmı? Hələ tam yoxdur. Bu birislərim var. Onun niyə yoxdur tam bilmirəm, amma olacaq yəqin ki. Buradakilərində bol-bol tumurcuqlar var. Bu gülümdə baxın, bir dənə tumurcuğu var. Hələ tumurcuq gəlməyib. Yəqin ki, bu həmin o dediyim güldəndə tumurcuq olmuyor. Yəqin ki, bunlar biraz gec tumurcuq açandılar, amma da qəşəng güldür. Nə qədər bu duyuram, solmuş yarpaqların yenə də çıxırlar yarpaqlar. Baxın, bu ağ gülüm. Bunda bol-bol tumurcuqları var.
Ay, havalar həqiqətən belə keçəndə yazda adamı çox əsəb olur, adam çox nə bilim heç bir iş görmək istəmir. Çünki havanın gözəlliyi, o gözəl yazın günəşin istiliyi insana xoş olur. Onda həyətdə ilə iş görmək istəyirəm, ancaq həyətlə məşğul olmaq istəyirəm. Güllərimi görürsünüz də, biraz toparlamışam amma daha gözəl güllər alacağım. Baxın, yavaş-yavaş özlərini gəlirlər. Bu da həmin güldəndir. Hələ ki, bu yəqin ki, bu gül gec tumurcuq açan bir güldür. İnan, əvvəl düzdür, hardasa, necə deyim, elə bir fevralın axır ayı, hardasa bir 10 gün zat soyuq oldu, qar, qıy, ancaq belə soyuq, şaxta, qar falan yağdı. Ondan sonra mart çox qəşəng keçdi, həqiqətən. Mart çox gözəl keçdi, isti keçdi, güllük, günəşlik. Gəldi indi, neçə gündür havalar bax belə soyuq, bu nə gözəl oldu, xırda-xırda. Çox gözəldir. Havalar soyuq falan. İnsan onda iş görmək həvəsi olmur. Baxın, güllər belə açmaq istəmir günəş görməyəndə. Qızıl güllərim hələ ki maşallah yaxşı gedirlər. Biraz dərmanlamışam, yenə də dərmanlayacağam. Buraları biraz nizama sokmuşam, sıralamışam. Yenə də eləyəcəm. Baxın, oradan bir dənə mənim gül hatmi çiçəyim çıxıb. Onun toxumunu mən keçəndən atmışdım. Çox sevindim, inşallah bitər. Çox sevirəm onu. Buradakı güllərim ölüb amma yenidən çıxmağa hazırlaşırlar. Yenidən olacaq. Ölənlər ölüb, qalanlar qalıb. Yenidən coşacaq həyətim. Buralar inanılmaz gül olurdu mənim. Əvvəlki bilmirəm videolarımı paylaşmışam ya yox. Əvvəlki yazdan qalan videolarım. Yəni kocaman papatyalarım böyük də belə yer tuturdu. Çox gözəl görünürdü hər yer. Buralar baxın beləcə qızıl gül olurdu. Baxın buranı belə düzəltmişəm, bilmirəm çəkdim ya yox. Yenidən belə eləmişəm. Yenidən qızıl gülü belə sarmaşdıracağam. Uzadıb. Belə yəni ağaçlarım tumurcuğa hazırlaşır. Baxın necə gözəl tumurcuqlarınlar. Bu böyründən çıxan ağac var idi, belə böyük. O da kəstim, onun üstü düzdür tumurcuğu idi, yıxılmışdım. Amma onu kəstim çünki baxdım ki, həm tumurcuğa bu birisi nisbətən azdır. Baxın, yəni qıydım kəsməyə də, yəni ürəyim gəlmirdi, amma gördüm ki, biraz solub bəzi yerləri. Dedim elə onu kəsim, bu güc ona daha yaxşı düşsün. Çünki bu gilasın hər il inanılmaz çiçək açır. Çiçəkdən ağac görükmür, ağappaq olur. Amma çox az gilas gətirir. Ona görə o hissəsini kəsdim ki, bir tək bura güc düşsün, bu hissəsi gətirsin. Çiyələkləri alıb əkmişəm, pişiklər imkan versə. Dedim ki, o 3 pişiyi aparacağım, biri qalsın. Baxın, soyuq olan kimi sırazı gözləri çapalaqlanır. Mən bunları qışda biçimdə saxlamışam da, işıq lambasının altında saxlamışam, düzdə kimi yazıqdılar. Çünki anaları yoxdur. İndi bu axşam soyuq oldu, çöldə qaldıracaq. Buranı tökmüşəm da, lambası da qoşmuram, elə buralarda yatıb dururlar, amma gözü çaraqlanır. Acımırsınız, bax oralar tökmüşəm də, niyə yemirsiniz, nə istəyirsiniz? Yiyin də bir şeylərlə başınızı qatın. Görün, burası su koymuşum da, içmişsiniz suyunuz da. Suyunuz burada değil, mıtalar. Gelin de su da burada da için. Bilmezsiniz, susuz yersiniz. Buralara yağ içine damırdı, buraları sərgiyə saldım. 90 zat alanda saxlamağa, eləməyə hələ düz qoş edirəm, düzəlir. Su falan biraz salafanladım. Yəni buralarda işlərim çoxdur. Güllərimi görürsünüz, yavaş-yavaş düzürəm, nizamlayıram. Onun içindəki güllərimi də hamısını nizamlayacağım. Pislərini atacağım, olanların, yerdə qalanların hamısını qoş edəcəm. Bunu da aşağı bura qoymuşam. Burada da məsələn içində düzəliş olunacaq, necə saxlamağa, eləməyə. Mənim toyuqlarım deyəcəksiniz hardadır. Heyvanlarım, toyuqlarım, cücələrim hamısı mamagilə aparmışam. Çünki görürsünüz burada işlərim çoxdur.
Hər şey normala düşəndə gətirə bilsəm gətirəcəm. Çoxunu gətirməyəcəm, ördəkləri falan. Ördəklərim artıq böyütmüşəm, böyüyüblər, iriliblər, çoxalıblar. Maşallah. Belə işlərim çoxdur, çox işlərim var. Buraları dediyim kimi bu qışı çıxdı ki əkmədim. Buralara iştillər əkəcəm, bu hissələrə düzəliş edəcəm. Ona görə çəkmirdim də, yəni hələ ki çəkiləsək çox da şey yoxdur. Düzü çox iş görmüşəm. Əvvəldən gördüyüm işi də bu qışdan sonraki buralar nə gündə idi. Bu boranı mən qışdan almışdım. Heç yemədim. Əslində çox qəşəng qalıb. Düz bir-iki yerdən baxın, buradan biraz şey var, buradan var, amma içi o qədər qəşəng qalıb ki, əsl yeməli boranıdır da, yəni. Çox dünən kəsdim, çox qəşəng qalıb içi. Qışdan çöldə saxlamışam, super qalıb. Yəni kəsib yemək olardı, amma mən boranı yeyə bilmədiyim üçün yoxlayacağım bir dəfə. İstədimi yoxlayım da, yoxlamadım. Bir dəfə boranı tatlısın. Boranı şirniyyatını eləməyi düşünürəm. Görüm necə olacaq. İçinin toxumuna görə xeyli toxumunu götürmüşəm. Hələ içinin toxumları var. Əkəcəm bunlar. Boranı yeməsəm də mən boranın necə deyim, əkməyi, onu yetişdirməyi çox sevirəm. Həqiqətən nəsə mənə çox xoşdur. Kənd havasını yaşadır mənə. Ona görə baxın, hələ içi çox qəşəng qalıb. Super qalıb içi. Demək ki, qışdan saxlayıb çöldə saxlamaq olar. Düz yaza kimi boranla. Belə bunu əkəcəm. Bunu da atacam getsin day. Heç nə eləmədim. Bu burada nə gəzir? Bu nə lazım? Bunu axtarsam işte taparam. Baxın belə. Güllərimin çoxunu biraz nizamladım. Buraların otlarını təmizlədim. Yenidən ot basıb, təmizləyim, yenidən otlandı. Arası bir həftə olar. Görürsünüz də, bax, iştildən əkmişəm, baxın bunu. Görürsünüz, necə gözəl bitib. O gözəl iri güldəndir. Girmə güllərimin içinə sən, çıx oradan, çıx. Bax, bu güllərin, bu pişiklərin biləcəyi məşdəndirir. Baxın belə, baxın, hamısını bir çürüyüb. Qəşəng qızıl güllərim var burada. Görək necə bitəcəklərmi. Bu hissə qumdur əslində. Buralar qum olduğu üçün qəşəng bitəcəyini düşünürəm. Baxın, bura əkmişdim. Tənək öz ağacımdan. Baxın, bu müçürlərim başlayır ağarıb bitəcəklər inşallah. Çünki bu tənəyim qocalıb. Artıq əvvəlki kimi deyil. Görək təbii ki, coşacaq deyə bilmərəm. Coşacaq, amma məncə tənək. Mən ildə, yayda mən bunları neçə dəfə buduyuram. Bu gülün bilmirəm necədir. Baxın, bu gördüyünüz bu gül. Mən bunu adi qəşəng qızıl gül adını almışam. Bu gəldi sarmaşıq çıxdı. Mən sarmaşıq qızıl gül almamışam. Boylanıb gedir. Baxın, indi keçən bilmədim nə rəng açır. Bu il açacaq 100%. Bu yazı gələn aya yəqin ki açar. Görək nə rəng açacaq. Qəşəng gül olsa saxlayacağım. Açmasa, pis gül olsa saxlamayacağım. Belə güllərim maşallah özlərinə gəlməyə başlayırlar. Böyüməyə, yarpaqlanmağa. Keçən ilə nisbətən daha yaxşı inkişaf gedir. Biraz gübrə falan da səpmişəm diblərinə. Dərmanlamışam. Buradakı güllərim də qəşəng. Baxın, bu da keçən ilə nisbətən maşallah çox qəşəng inkişafa keçir. Çox gözəl qara qırmızı güldür. Bu da çox gözəl qırmızı güldür. Qızıl güldür. Bu da keçən ilə nisbətən qəşəng inkişaf eləyir. Baxın, görün, indən cücü gəlir. Allahım ya Rəbbim, dərmanlayam gərək. Bu gülüm çox gözəl güldür. Mən bunu əkdiyim ilk ili, dostlar, o qədər gözəl böyüdü, qalxdı, hara kimi, belə qəlbiyə kimi qalxdı. Çox gözəl, iri, belə qırmızı, çəhrayı fason gülləri var, çox gözəl. Amma sonradan mən bunu budadım, bu yerin də nə bilim, nəsə yaxşı olmadı. Baxın, yarpaqları belə yamyaşıl deyil, belə sarımtıldır. Nəsə yerində mi xəstəlik var, nə var, yerin gərək biraz da çapalayam, dibini təmiz açam eləyəm, görüm bu gülümə mən neynirəm. Gözəlləşsin, bu gülümü çox sevirəm, amma nəsə quruyar deyə qorxuram. Keçən baxın, aldığım tənək yarpaqlamağa hazırlaşır, oradan gözləri çıxmağa başlayır. Baxın, burada da var. Biri ağ, biri qara, qəşəng
üzüm adı ilə almışam. İnşallah həqiqətən qəşəng çıxar. Məni allatmazlar. Baxın, hazırlanır muçurları yarpaqlamağa. Buradakı qızıl güllərim yarpaqlayırlar. Ay, bizə bu havalar yerindən qızsaydı, qızacaq qızmağın, amma insan belə vaxt işlər görmək istəyir. Heç bir iş görə bilmirəm. Baxın, orada toxum əkmişdim, pişik girdi, oranı zay elədi, spanaq toxum əkmişdim. Bugünlük bu qədər dostlar. Dediyim kimi, həyətim daha da gözəlləşdirəndə çəkəcəm. Baxın, gör nə qədər işlərim var burada. Dünən biraz işlədim. Hava yaxşı deyildi. Gün olmayanda heç bir həvəsim olmur işləmək. Gün çıxdıqca adam həvəslənir. Nətər? Nə oldu ki ayağına? Çorabın çıxdı. Gedək evə soyuqdur. Bizim balaca keçiləri. Saçları bitməyə başlayır. Nəyə gətirib? Çəkirsən? Səni çəkirdimi? Məni. Hə, səni. Bisit bir oyun derdi. Neynədir pişik? Burada. Oradadır. Ha. Mənə bax görüm gözəlim. Həyatımın nəfəsi. Bax görüm. Bakıma. Gedək, çorabın yoxdur, soyuqdur, gedək. Yok. Gedək quzum. Xəstələnərsən ömrüm, gəl. Gördün, öskürdün. Qaçdı kukulam, gəl, gəl.